Herkese salam, kanalıma xoş gəlmisiniz qızlar. Yeni vlogumuzu başlayıram çəkməyə. Çünki çoxdan da həqiqətən vlog çəkmirdim. Çünki vaxtım yox idi buna. Hə nə vaxtım var idi, nə həvəsim qalmışdı. Çox işlər belə baş verdi. Demək mən noyabr ayının hardasa 18-də işə başladım və o vaxtda mən sizə vlog çəkmişdim. Ondan sonra deyəsən heç çəkmədim. Çünki mənim həqiqətən burada ümumiyyətlə vaxtım olmurdu. Nə işdə, nə evdə. Demək olar ki, səhər saat 6, 5-10-da mən oyanırdım. Bu gün gün qoymuşum. Baxışdım, burada steralkanın səsi gəlir qızlar. Yandırmışam maşını. Uşağın məktəb paltaları da yolur. Xəbəri. Nəysə. Demək, səhər saat 5-10-da mən bu gün qoyurdum, uyanırdım. Saat o vaxta kimi, yola düşənə kimi təmizliyimi görürdüm, yemək bişirirdim evdəkiləri günortaya. Çünki axşamdan bişirib saxlamaq sirr olmurdu. Bizdə öyrəşməyiblər, elə yeməyi heç kəs yeməyəcək. Hətta günortanın yeməyin axşama qalanda da biraz görsən ki, uşaqlar ümumiyyətlə yemir. Yoldaşıma əvvəllər yeməzdim, amma yeyir, öyrəşib. Yaş gedə-gedə insan başa düşür də, yəni ki, bu qədər də insan, məsələn, trevati elmə olmur da adamdan, yəni ona görə deyirəm. Və yeməyimi bişirirdim, saat 6-17-də mən evdən çıxırdım qızlar. Bizim evimizdən dayanacağa hardasa 7-8 dəqiqə yol idi. Tələsəndə 7 dəqiqə çatırdım, belə 8 dəqiqə çatırdım. Demək, avtobus dayanacağında 6:33-də avtobus gəlirdi. Avtobusa minib gedirdik. Bu nəsə ürək xarab oldu, biraz tez başladım. Avtobusa minib gedirdik, hardasa 1 saat 20 dəqiqə mənim yolum. Yatırdıq avtobusda, nəyi var? Gedib çatırdıq saat 8-ə, hardasa 5 dəqiqə qalmış, 7 dəqiqə qalmış iş yerinə. İş yeri də ki, qızlar şəhərdən uzaqdadır, Xalmaq deyirlər buna, Xalmaq. Xalmaya gedirdik. Orada da ümumiyyətlə telefon setləri tutmur, heç cür. Nə megafon, megafondan imtina elədim. Mən megafonda hardasa deyim də sizə, Madonna'nın 2 yaşı, 3 yaşı var idi, mən megafondan nömrə götürmüşəm. İndi Madonna'nın 24 yaşı var. 21 il idi o nömrə məndə. Nömrə məndədir, amma megafondaydım. Həmin nömrədəyim yenə də. Və ondan sonra mən keçdim MTS-ə. MTS-dən gördüm ki, set tutmur orada. Yeni keçdim Tele2-ya. Tele2-ya da ki, başqa nömrə, mən öz nömrəmi köçürmək istirdim. Ona çox vaxt istədilər, nəsə vaxt istədilər, amma köçürtmədilər, yaddan çıxartdılar, bilmədim necə. Çox da məsuliyyətsiz bir kampaniyadır sizə deyim. Belə, nəsə, o kişim orada set yox idi, orada mən heç nə eləyə bilmirdim qızlar. Ümumiyyətlə, heç evdəkilərlə WhatsApp-la danışa bilmirdim, sadəcə belə telefon zəngləri idi, uşaqla danışa bilmirdim Bakıdan. Madonna evə gələndən sonra təkcə mənə zəng eləyə bilirdim, belə. O kişim işlədim, hardasa 2 ay yarım mən orada işlədim. Demək, mən axşam saat 5-də işdən çıxırdım. Deməzdim, iş çox çətin idi qızlar, çətin deyildi. Amma axşam saat 5-də işdən çıxırdım, saat 7:20-də mən gəlib şəhərə çatırdım. 7:28, 7:30-da hardasa gəlib evə çatırdım. Yox, 7, yalan deyirəm, 18:30-da gəlib evə çatırdım, belə 7-in yarısında. Ondan sonra da gəlirdim, inanırsınız, güc yox, yorulmuş insan, yemək pişirmək lazımdır, qabları yumaq lazımdır. Uşaqlar düzdür, ardınca qabları yiyorlar, amma yenə də qızlar nə qədər də baxırsan, ev qadınsız nə gün də olur. Təmizlik eləmək falan, bəs məkan, qardaşımla danışırdım, nə bilim, qohumlarımla ümumiyyətlə danışırdım, uşaqla danışırdım, Madonna ilə, nəvələrimlə danışırdım. Bir də görürdüm ki, yatmaq vaxtıdır, başımı qaşımağa vaxtım olmurdu. Ümumiyyətlə 2 ay yarım mən orada işlədim. 2 ay yarımdan sonra dedilər ki, bizim kampaniya onlarla doqovoru pozub, bizimki pozmayıb, onlar pozublar. Çünki o deməli Transneft adlanır həmin o kampaniya. Bizim şəhərdə, bizim organizasiyanın daha başqa obyektləri var onlarla. Və oradakı işçilər çox məsuliyyətsiz işləmişdilər qızlar. Hətta çirkli Trapkayından götürmüşlər, Naçalnik'in stolun üstünü də silmişdilər. Naçalnik bunu görmüşdü deyə. O, bilirsiniz, birinci dəfə deyildi də. Onlardan çox kasiklar görmüşlər, o işçilərdən çox səhvlər tutmuşdular. Ona görə də istəmədilər bu kampaniya ilə nəsə bir
o bir şey nəsə eləmək. Amma mən sizə deyim ki, tərifləmək çıxmasın. Mən ora getdim. Mən inanırsınız, onlar o qədər istəmirdilər biz oradan gedək. Çünki o həmin o Transneftin obyektləri belə olmuşdu, gül kimi tərtəmiz. Biz oranı o səviyyədə təmizləmişdik. İndi də mən işdən çıxmışam, amma yenə də mənim öz orqanizasiyada direktorum deyir ki, bəzi şey eləmədə ilahi əgər işləmək istəyirsənsə, çıxma işdən. Nə vaxtsa yenə qayıdarsan da işləmək istəsən əgər, mən də deyirəm ki, hələlik mənim belə fikrim yoxdur. İnanın, mən də ona demişəm, nə fikirlə çıxmışam ki, yəni mən həkimə getməliyəm. Həqiqətən də həkimə getməliyəm. Qızlar, uşağı da polisdə yazmışam xəbəri. İnşallah ki, ayın 16-sındadır deyəsən. Yadımdan çıxıb, inanırsınız, 16-sında. Uşağa polisdə yazmışam, polisdə aparmalıyam. Özüm də istəyirəm həkimə gedim. Nevroloqa getməliyəm. Ümumiyyətlə əvvəl terapevtə, sonra da nevroloqa. Nəyə görə? Çünki mənim əlimdəki bu baş barmağım, qızlar, nəsə incidir. Ümumiyyətlə 2 il ərzindədir ki, mənim bu əlimin işçi ladoşkam qaşınır. Bu da onunla əlaqədardır ki, demək, əlimdə quruluq var. Çox qurudur dərim, hətta mənim dərimə də vurur, burada vurur və bu azmış kimi indi əlimin içində ağrılar olur. İndi olmur, amma işləyən vaxtları çox olurdu qızlar. İşləyən vaxtları çox olurdu, çünki əl hərəkət eləyəndə, nəsə pastayana, diqqət eləyəndə nəsə narahat olurdum, çox ağrılar verirdi. İndi azdır, amma yenə də düşünürəm ki, həkimə getməliyəm. Mənə elə gəlir ki, məndə burada suxajilya deyirlər, rus dilində, Azərbaycan dilində sözün düzü demək çətinlik çəkirəm. Bilmirəm, əzələlərdir yəqin ki. Və bunlar mənə elə gəlir ki, onlar quruyub əldə, əlin öz avitaminozdur, elə bir vitamin çatmır əlimdə. Mənim ümumda bu əlimdir belə. Ona görə də mən həkimə getməliyəm. O da dedim, o bizim naçəlnicə, o da mənə dedi ki, yaxşı, gedərsən işləri həll eləyərsən, sonra yenə də qayıdarsan, bəs işinə, istəsən, hansı obyektdə istəsən, mən sənə şəhərdə də iş verərəm. Düşünürəm, amma yoldaşım protivdir, yoldaşım deyir ki, eləmə, oturmuşsan evdə, nəyinə lazımdır. Bəs oğlum bugünləri mənə dedim, amma mən işləyirəm, istəyirsə sən də işə düzəldim iş yerində. Yoldaşım dedi ki, yox, lazım deyil. Bir dənə biz onu saxlaya bilmərik, mən onu saxlayıram deyə lazım deyil. Ev işlərini görə elə bəsdir, amma yenə də bilmirəm, əgər darıxdırıcı olsa, mən özümü tanıyıram deyə deyirəm bu sözü ki, mən bilirəm ki, mən evdə çox oturan insan deyiləm, biraz otursam yorulacağım, ona görə də nə yəqin ki, yerinə çıxarmışam, amma hələlik ki, evdəyəm, belə. Evdəyəm deyəndə ki, fevral ayıdır artıq, qızlar, inanın ki, günləri sayıram, mart, aprel, may, iyun, otpuskadır da az qalıb Azərbaycana getməyimizə. İndi də bu vlogu da çəkməyə Madonna məni həvəsləndirdi, qızlar. Ona görə ki, mənə bugün deyir ki, zəng eləmişəm, amma mənə deyir ki, mama, sənin Rus kanalındakı vloglara baxıram, orada Azərbaycanda kadr çoxdur, mən orada çox çəkmişdim, ona görə deyir ki, mama, onlara baxıram, o qədər deyir, maraqlıdır, bəzi şeydir, mənim deməli Rus kanalımda, həqiqətin qızlar, özüm də arada istəyirəm, indi baxım, çünki orada mənim çox videolarım var ki, halbuki artıq çəkiyə qarşı mən orada mübarizə aparıram, qəşəng çəki də atmışdım o vaxtı. Nəsə, indi alınmır, amma yenə də inşallah ki, çalışaram alınsın. Saçma qızlar, kraska qoymuşam, kraska mənim saçımı götürmür. 2 dəfə qoymuşam kraska, götürmür, bilmirəm nədir. Açıq rəngdə qoymuşdum deyəndə, gərək qara qoyum ki, götürsün. Qara istəmirdim saçımı, amma yenə də. İnan, dünən yomuşam başımı, axşamda. Saçım bu dərəcədə tez şey olur ki, indi sizə bir dənə sizə göstərəcəyəm, amma saçım uzanıb. Uzanıb deyə belə yığmışam qızlar. Bir dənə indi sizə məhsul göstərəcəyəm, bir dəqiqə. Qızlar, mən bu məhsulu almışam saç üçün. Arada bunu saçıma səpirəm, demək, sonra даже bunu serumdur da, yəni bunu mən yumuram. Saçıma səpirəm, qalır, sonra nə vaxt başımı yuyanda yuyuram, yəni yuyan kimi də, çimən kimi də, başımı yuyan kimi də bunu səpmək olar, qalsın başında, heç nə olmayacaq. Ne smıvayishi yazılıblar, ona görə də rahat saçınıza saxlaya bilərsiniz, qızlar. Bu arada evdəyəm, amma yenə də biraz makyaj eləmək istədim. Özümə qızlar, baxın, bu arada belə bir tonalka götürmüşəm, L'Oreal'ındır.
Sonra özümə qızlar belə bir Evelyn firmasından belə bir kiprik üçün məhsul götürdüm. Deməli kipriklərə həqiqətən də qızlar görürsüz yaxşı effekt verir o linya işi və buna uyğun da bir tuş aldım. Onu da sizə göstərəcəyəm. Bu da Stellar firmasındandır. Bu da qəşəngdir qızlar. Çox yaxşıdır, xoşum gəldi bundan. Demək, hardasa bir həftə əvvəl almışdım bunları. Sonra bir pomada da götürdüm. Belə bir sürmə götürdüm. Mənim sürməm bitmişdi. Azərbaycanda aldığım. Bunu götürdüm. Bu karbondur. Sadə bir şeydir. Çox da baha deyil. Yalan deyərəm. Xavərə də demək yeni il hədiyyəsi qızlar Çıldı kosmetika aldım. Bütün onun ürəyi istədim. Mən demək gördüm ki, bu uşaq məktub yazıb Şaxta babaya. Şaxta baba yazmışdı ki, mən istəyirəm. Bilmədim. Какой-то sistemdə blok idi. Mən başa düşmədim o nə istəyirdi. Ona görə də mən Madonna'ya yazdım ki, Madonna sən bundan öyrən ki, bu nə istəyir yeni ilə. Çünki bunun yazdığını mən heç anlamadım. Dedi ki, mama, если что, ona kosmetika ala bilərsən. Dedim, hə, lap yaxşı. Kosmetika qızlar ona götürdüm. Deməli, indi sizə deyəcəm mən hansı firmanı götürdüm. Çünki mənim yaddaşımdan inanırsız silinib. Belə bir ənlik, bu ənlikdir də, yəni ənlik üz üçün. Bundan götürdüm, xavərə də götürmüşəm, özümə də götürmüşəm. Xavərin necə deyirlər, şotuna özümə də aldım. Sonra belə bir pomada götürdüm qızlar. Heç inanırsınız, adını qoya bilmirəm. Lala Good belə bir firmadır. Sözün düzü çox da xoşuma gəlmədi. Amma xəbərə mən bütün kosmetikalarına nə istəyirdi, onun deməli əlliyindən tutmuş, onun paletkasından tutmuş, ona sonra maskalar, ona pomada, ona dudaq bleski, ümumiyyətlə nə istəyirdisə mən ona aldım. Təbii ki, tuş almadım çünki uşağa tuş gərək deyil. Amma bunlar da bilirəm, deyirsiniz, onlar da uşağa gərək deyil. Amma o kosmetika istəmişdi Madonna'dan. Mən də kosmetikanı aldım qızlar. Aldım hardasa 110 manat civarında hardasa. Bədən spreyi almışdım onun üçün, duxu almışdım, belə şeylər idi. Ümumiyyətlə və razı qaldı uşaq həqiqətən də. Sonra nə saldı? Bir də ki, yeni ilin aydın məsələdir ki, konfetlərindən götürmüşdüm. Belə. Bu onun yeni il hədiyəsi oldu. Yeni ilə heç nə çəkmədim. Çünki başıma qədər qarışmışdı. Mən demək fikirləşirdim ki, o dekabrın deməli biz 12 gün evdə olduqda, yəni yeni ildə, tətildə 30-unda işlədik, 31 işləmədik. O qədər inanırsınız, mən yemək pişirməyim var idi ki, ümumiyyətlə kameraya yaxın durmamışam, telefona yaxın durmamışam, ancaq işlə ancaq var olmuşdum. Yəni ona görə də heç bir videolarım olmadı yeni ildə. Yeni ildə bilirsiniz nə xoşuma gəldi. Yemək pişirmişdim artıq, istəyirdim ki, stol nakrivat eləyim. Bir də görəm pəncərədən baxıram həyətə, görüm bizim həyətdə Şaxta baba gedir və uşaqlar, böyüklər hamısı xarabot gedirlər. Mən aydın məsələdir ki, mən düşə bilməyəcəkdim. Həm də şaxtalı idi. Xəbərə deyirəm, bax, deməm olar, mən də gedim, deyirəm, yaxşı get. Amma ehtiyatlı ol da. Getdi, biraz onlarla xarabot getdi, xəbərdə gəldi evə. Belə qızlar. Adicə ayrı nə danışa bilərəm? Ayrı biz bir qrupa koordinasiya eləmişəm diyeta barədə. Demək, orada necə deyim sizə, 15 günlük, 12 günlük hədiyyədir. Xanım yaşayır, özü Kanadada, Aksana xanımdır məncə adı. Kanadada yaşayır və o pulsuz 15 günlük, 12 günlük proqram verib. Sözün düzü, onunla başladım, amma ondan davam eləmirəm. Öz bildiyimi eləyirəm. Çünki mən diyet eləyəndə məndə bir psixoloji gərginlik olur ki, mən istədiyimi eləməliyəm. Mən də diyeta barəsində bildiyim var da, yəni qızlar. Çünki mən 30 kilo çəkib vermiş insanam, mən onu bilirəm, nə etmək lazımdır. Amma kimsə mənə deyəndə ki, bugün sən bunu yeməlisən, mənə prinsipalna
elə bil ki, beynim mənə error verir ki, olmaz. Nə istəyirsən onu ye. Ona görə də mən elə belə düşünürəm ki, nə istəsəm onu yeyəcəm. Mən də bütün məhsullarım var, diyetaya aid. Ona görə də rahat-rahat öz dietamı eləyirəm. Özümə dietik çörək də bişirmişəm qızlar. Yox, bu mənimki deyil, mənimki xaladenikdədir. Bəli. Dietik çörək də bişirmişəm, özümə dietik piroq da eləmişəm və rahat-rahat dietamı eləyirəm. Bugün səhər ürəyim istəmədi nəsə nahar yeməyə. Bilirəm düzgün eləməmişəm, çünki əslinə qalanda naharı çox möhkəm yeməliyik. Demirəm sağlıqsız qida ilə, amma yenə də naharı möhkəm yeməliyik ki, sağlıqlı qida ilə, amma doyumlu olmalıdır, vitaminli olmalıdır bol. Amma mən bugün istəmədim nəsə. Dünən də axşam yeməyi yeməmişdim. Deyim ki, ac deyildim. Yox. Artıq öyrəşdirirəm özümü axşam yeməyi yeməməyə. Amma ki, bəzi atışdırmalar olur qızlar. Mən də çalışıram o atışdırmalardan biraz uzaq durum və atışdırmalar olanda da çox cüzi halda eləyirəm ki, onu mənim kalori hesabıma artmasın. Mən deyirsiniz ki, pastanı diyetadadır bu qız. Həqiqətən belədir. Bütün ömrüm boyu belə olmuşam. Amma mən bunu etməsəm də qızlar, mənə yaxşı bir şey olmayacaq. Çünki bilirəm ki, mənim çəkim minimuma qalxsa, maksimuma daha doğrusu qalxsa çəkim, mən artıq özümü orada çox pis hiss eləyəcəm. Həm görünüş cəhətdə, həm də ki, sağlamlıq cəhətdə mənə ən əsası budur qızlar. Mən özümü narahat hiss eləyirəm, mən üzr istəyirəm. Mən zəhləm gedir qadın xorulayanda, amma mənim çəkim artanda mən xorulayıram. Ona görə də mənə bu çox yad gələn bir hissdir. Ona görə mən buna heç vaxt icazə vermirəm. Bu hissləri mən hiss eləyən kimi özümə stop eləyirəm. Və arada idman da eləyirəm qızlar. Təzə bir üsul tapmışam. Bilmirəm nə dərəcədə effektli olacaq. Demək, mən inanırsınız 17 dəqiqədə danışıram artıq. Demək, təzə bir üsul tapmışam qızlar. Stola, qabağımda stol qoyuram. Bu ayağımı koydum üstündən, sonra o ayağımı qat biləkən kimi də, yəni 100 dəfə, gün ərzində 2 dəfə eləyirəm, 100 dəfə, 100 dəfə. Deməzdim buna görə, çünki qidalarımı tam dəyişmişəm, amma yenə də mən artıq ayın bugün 7-sidir. Mən demək olar ki 3, 4, mən ikisindən başlamışdım, bir günə hesablamıram. Çünki bir gün mən, puskay buydu o bir gündə, ikisindən başlamışam. 2, 3, 4, 5, 6, 7. 6 gün, bugün 7-sidir. 6 günün ərzində, demək olar ki 5 günün ərzində mən demək qızlar 2 kilo 600 qram çəkib atmışam. Mən deyə bilərəm ki bu ödəmdir və ola bilər ki tam ödəm də olmasın. Çünki mən diyetə başlayanda mən özümə bir dənə spesik yazmışam, yapışdırmışam xaladenikə. Yapışdırmışam xaladenikə, orada da mənim çəkilərim var. Başlayanda bir gün yazmışam və mənim abyomlarım var. Mən burada özümə şov biləsiniz, mən yalan danışmıram. Metraj qoymuşam burada. Mən bundan ölçürəm öz abyomlarımı. Bunu da yapışdırmalıyam, sökülüb. Abyomlarımı yazıram qızlar kağıza. Yazmışam daha doğrusu ayın ikisində, üçündə ölçmüşəm, yalan danışaram. İkisində mən bunu tapa bilmədim. Üçündə tapdım, abyomlarımı yazmışam. Və mən arada ölçürəm abyomlarımı və görürəm ki, 2 dəfə ölçmüşəm hətta. Görürəm ki, haradasa məndə qızar qarın nahiyəsində, üzürlü sayın, qarın nahiyəsində taliya və qarın nahiyəsində məndə haradasa 7-8 sm artıq azalış var, onu görürəm. Tərəzidə 2 kilo yanır. Tərəzi çox göstərmir. Mənə elə gəlir ki, mənim bu tərəzim yalançıdır, sizə bunu da deyim. Çünki mən ayrı tərəzidə, podruqamın tərəzisi məndədir. Ona da baxıram, orada mənim çəkim az göstərir. Amma mənim öz tərəzim haradasa 2 kilo mənə çox göstərir. Həm də geyimdə hiss edirəm. Çünki mən özümə təzə bir don almışam. O don 52 razmerdir qızlar. Mən onu aldım və mən ona geyindən də baxdım ki, o vaxtda çox çəki yığmışdım. Gördüm ki, mən o donda mən özümü rahat hiss eləmirəm. Ümumiyyətlə mənə çox balacadır, çox dardır. İnanın ki, güclə girmişim də içinə. Sonra da demək olar ki, nə vaxt keçib o vaxtdan. Bunu yenidən sonra almışam da. Bir ay keçib hardasa arada.
Çəkim demək olar ki, даже biraz çoxalıb, amma don əynimə yaxşı qalır. Çünki tərəzilər ayrıdır, ayrı tərəzidir deyə. Don əynimə indi yaxşı qalır, amma tam yaxşı demərəm. Çünki yenə də mən özümü narahat hiss edirəm bu hissələrdə qızlar, bileço hissələrində. Ki don biraz bu yana gəlib, rahat olsa o arxaya gedəcək, aydın məsələdir. Və bu yaxınlarda özümə bir şuba almışam, ürəyim istəyirdi korичневый rəngdə. Mən ümumiyyətlə şuba sevən deyiləm qızlar. Öz şubam şkafda qalıb neçə illərdir. Sonra da yoldaşım mənə şuba aldırdı, uzun şuba. Onu da vəbşi sevmirəm, zəhləm gedir ondan. Və mən özümə ürəyim istədiyim bir kürk aldım, şuba aldım. Demək ki, korичневый rəngdə. Mən onu istəyirdim. Çünki indi həqiqətən bu rəngdədir. Onu həm də ki, forması da xoşuma gəlir. Amma bir də şeydən qorxuram ki, o mənə indi biraz böyüdür. No, evi yoxdur. Mən onu aldım, biraz böyüdü. Amma ki, biraz mən onu reservasiya elətdirəcəyəm, если что, biraz balacalaşdırmaq lazımdır. В любом случае, inşallah ki, Allah qismət eləsin. Bakıda da qışda onu geyinmək olar. Çünki o şey deyil, çox qalın deyil, çox yumuşaq materialdadır. Həqiqətən mən onu çox sevdim. İnanmazdım ki, haçazı mən belə bir şubanı sevə bilərəm. Çünki mən şubadan zəhləm gedir, ümumiyyətlə sevmirəm mən onu. Və indi bir də sizə demək istədim qızlar, mən özümə almışam Wildberries-dən hicab paltarı. Hicab, namaz paltarı almışam. Namaz paltarı almışam. Deyirsiniz ki, bu nədir və namaz nədir? Qızlar, mən bilmirəm. Prosta bu dırnaqsız mənə çətin gəlir, həqiqətən də. Amma ki, mən yenə də namazımı qılıram. Mən bunu reklam eləmirəm. Mən sadəcə Allahımı sevirəm. Mən Allahıma şükür etməyə heç zaman unudan insan deyiləm. Ona görə də mən zənn edirəm ki, Allah məni bağışlayar. Bu dırnaqlara görə mən inanmıram ki, mənə Allah nəsə qəzəb eləsin. Bu artıq bir hərəkət deyil. Amma yenə də bilirəm ki, İslamın qanununda bu, yəni ki, dəstəmaz alanda dırnağın dibinə su dəymir. Baxmışam hətta Wildberries-dəki laklar var, namaz üçün, İslam deməli halal laklar var. Amma ondakı qızlar bir həftəyə qalır, yəni o bir həftədən çox qalmır əldə. Onu yəqin ki, alacağam, yenə də baxaram, amma yenə də mən namazıma başlamışam. Çünki mən namazım, mən bu vaxtda qılırdım, körpələr gəldi. Bakıdan oğlum gətirdi uşaqları, mən o vaxtdan namaz qılmadım. Amma yenə də başladım, şükür Allaha ki, Allah bu fürsəti yenə mənə verdi. Mən ona çox təşəkkür edirəm, hədsiz dərəcədə. Çünki bizim hər işimiz Allahdan keçir. Bütün bizim bu həyatda hər şeyimizin səbəbkarı Allahdır. Yer üzündə yaşamağımızın, nəfəs çəkməyimizin də hər səbəbi Allah Taaladır. Ona görə də qızlar, Allah ona şübhə eləyən kafirdir, mən bunu deyərdim. Bu yaxınlarda ümumiyyətlə çox işlər gəldi başımıza. Madonna Bakıda öz dokumentlərini itirmişdi, Zagrafast'ını itirmişdi, itirib daha doğrusu. Amma min şükürlər olsun ki, Bakıda ona vastanavlivacı eləmək olur. Yəni ki, səfirliyimiz var orada, min şükür Allaha. Bakıda Madonna gedib onu öyrənmişdi və demişdilər ki, problem yoxdur, itirmişsən. Hətta ona da ştraf da şey eləmirlər, istəyər, sən ayrı ölkədəsənsə. Belə qızlar, artıq 24 dərəcədə dəqiqədir danışıram. Bilmirəm, mən bu vlogu yükləyəcəm ya yox, çünki çox danışdım həqiqətən də. Və daha xəbərlərim var ki, yəni bir xəbər də deyim. Deməli, biz Madonna ilə belə bir qərara gəldik ki, onun üçün bir kiçik qrup açaq. Çünki mən o mahnılarını qoyuram, siz dinləyənlər var da, yəni burada. Demək, Madonna özünə bir bənd zapis elədi, haradasa yarım saatlıq proqramı. Mən buradan finansiyer elədim, aydın məsələdir, onun anasıyam. Mən düşünürəm ki, uşaqlar ayaq üstə dursun deyə, bacarsın deyə özləri, onlara haradasa bir kömək eləmək lazımdır. Çünki onlar yad ölkədə, onlar üçün demirəm, yad Allah eləməsin, Azərbaycan yad ölkə deyil. Amma onun üçün ora, baxmayın da, ata-ana olmayan yerdə yaddır. Ona görə də ona bir dəstək olmaq, mən düşünürəm ki, böyük bir işdir. Ona görə mən ona band zapis elətdirdim. Sonra ona qəşəng bir bel fortepiano aldıq, biz elektropianino aldıq uşağa. O band üçün deyil, amma yenə də o özünə mahnılar orada yarada bilər. Sonra
bir nağara aldıq qızlar, ağ nağara. İndi də bu günləri getməlidirlər. Bu günlər minlə podruqamın qızı ilə gedəcəklər skripka almağa, skripka, gitara almağa və onlar 3 nəfərdən ibarət bir qrup yaradırlar. O qrupda toy şənlikləri, ad günləri, hər hansı bir xına yığıncağı, hardasa oradakı zakazlar götürmək olar ki, onlar orada iştirak edəcəklər və üzərinə nəsə bir çörək pulu qazanmağa da onlara bir xeyir olacaq inşallah ki. İnşallah ki özünə vizitkalar da düzəltməlidir. Bu yaxınlarda demişəm ona, vizitkalar da hazırlayacaq. İndi bu gün gedib gitarını götürməlidir. Ondan sonra Allah Məhəmməd gəli. Allah kömək olsun bütün balalara. Bizim balalar da onların içində inşallah ki bütün imtahanlarını min şükür Allaha ki qəşəng qiymətə verdi. Hamısından 9 bal aldı demək olar ki, o da ki 9 ballarda ən lışı baldı. Deyirəm niyə onlar almırsan? Deyirəm amma onu heç kəsə vermirlər. Deyirəm sən almalıydın da. Bizim bu qədər zəhmətlərimiz nəyə gedir? Zarafat edirəm təbii ki qızlar, çünki uşaqlar bizim hər şeyimizdir. Balacalarla da inanın neçə gündür danışmıram. İndi istəyirəm bugün zəng eləyim, onlarla danışım. Fikrim qalıb onların üstünə. İnanın ki, nə bilim valla, çox Azərbaycana gələndə istəyirəm ki, mən onları görməyə. 22-sində Məhəmmədin ad günüdür inşallah ki, onun hədiyəsini hökmən alıb göndərəcəyik. Alıb göndərməyəcəyik sözün düzü, yalan danışmayayım. Mən xalam qızına pul göndərəcəyəm ya da malamla pul göndərəcəyəm. Onlar gedərlər Məhəmmədin adına, özünə layiq qəşəng bir maşın alacaqlar ona. Təbii ki, Riyanla da alacaqlar, çünki uşaqları ayırmaq lazım deyil. Riyanla ad günü Məhəmmədə də hər şey almışdıq. Geyim də, bu oyuncaqda. Və təbii ki, Məhəmmədin ad günündə də Riyanla bunlar alınacaq inşallah ki, uşaqların sevinci mənim üçün hər şeydir. Onlar düzdür, başa düşmürlər. Onları kim alıb göndərib deyirlər ki, Leyla gətirmişdi. Leyla bir alıb bizə, amma eyb yoxdur. Leyla mənim xalam qızıdır da, başqası deyil. Belə qızlar. Nəsə burada videonu tamamlayıram. 27 dəqiqə olacaq artıq. Balfaka videosudur bu. Bağışlayın. Amma ki qızlar çalışacağım bundan sonra qəşəng videolar çəkim. Kanala kim də abunə deyil qızlar, xahiş edirəm abunə olun. Demək ki, az abunə olanda həqiqətən baxış çox olur qızlar, amma abunə azdır. Ona görə də insan həvəsdən düşür həqiqətən də. Ona görə də xahiş edirəm sizdən kanalıma abunə olun. Mən də çox sevinəcəyəm. Hələlik qızlar.